vaxtınız xeyir olsun müəllimlər. Bu günün ifadələrinə gəlin baxaq. To go on, to happen, davam etmək və baş vermək mənası var. To resume və yaxud da to continue, davam etmək mənası da var. Davam etmək mənasında to keep on ilə sinonimdir. For example, many people gathered near the accident to see what it was going on. Bir çox insan qəzanın ətrafına toplaşmışdılar ki, görsünlər ki, nə baş verib. I didn't mean to interrupt you, please go on. Mən sənin sözünü kəsmək istəməmişdim. Zəhmət olmasa davam et. Və yaxud da the speaker kept on talking even though most of the audience had left. Natiq danışmağa davam etdi. Hətta baxmayaraq ki, bir çox tamaşaçı tərk getmişdi. Növbəti ifadəmizə baxırıq. To put out, extinguish or to cause to stop functioning iki mənası var. Bir söndürmək mənasındadır. Bir də bir şeyin funksiyasını dayandırmaq mənasında. Məsələn, işığı söndürmək, maşını söndürmək və s. Gəlin baxaq sinonimlərinə. To put out has the same meaning as turn off for a light fixture. Bu yəni ki, turn off mənasında put out istifadə edilə bilər. Yəni, necə ki, ışığı söndürdüyəndə turn off, switch off deyirsiniz. Eyni şəkildə put out da istifadə edə bilərsiniz. No smoking is allowed in here. Please put out your cigarette. Deməli, burada sigaret çəkilməyinə icazə verilmir. Zəhmət olmasa sigaretini söndür. Və yaxud da the firefighters worked hard to put the brush fire out. Yanğı söndürənlər yanğını deməli, səylə çalışdılar ki, söndürsünlər. Please put out the light before you leave. Zəhmət olmasa, çıxmazdan əvvəl işığı söndür. Okay, I will put it out. Yaxşı, onu söndürəcəm. Deməli, növbəti ifadəmiz all of a sudden, elə suddenly deməkdir, yəni qəflətən deyək. Qəflətən. All of a sudden it appeared at the door. We weren't expecting him to drop by. Deməli, qəflətən Ed qapıda ortaya çıxdı, yəni gəldi. Biz onun gəlməyini gözləmirik. Drop by müəllimlər ziyarət etmək, to visit mənası, drop in, on in kimi. Yadınızdasa to visit mənasında bir dənə ifadə keçmişdir sizdən. To drop by, to drop in, on in bunlardan ziyarət etmək mənasını verir. All at once, bu da qəflətən deməkdir. Suddenly və all of a sudden-a sinonimdir. All at once, Millie got up and left the house without any explanation. Deməli, qəflətən Millie oyandı və heç bir izah vermədən, izahsız evi tərk etdi. Növbəti ifadəmizə baxırıq. To point out, to show, to indicate, to bring to one's attention. Deməli, göstərmək, ifadə etmək və yaxud da birinin diqqətini çəkmək mənasındadır. Məsələn, gəlin baxaq. What important buildings did the tour guide point out to you? Hansı önəmli binaları tur bələdçisi sənə göstərdi? The teacher pointed out the mistakes in my composition. Deməli, müəllim mənim inşamdakı səhvləri göstərdi. A friend pointed the famous actor out to me. Bir dost mənə məşhur bir aktyora diqqətimi çəkdi. To be up, to be expire or to be finished deməkdir. Bitmək mənasında istifadə olunur. This idiom is used only with the word time as the subject. Mübtəda olaraq yalnız time sözlüyünə istifadə olunur. Gəlin baxaq. And the time is up, the teacher said at the end of the test period. Deməli, testin sonunda müəllim dedi ki, vaxtınız bitdi. Okay, gəlin indi isə biz ifadələrimizin testlərinə baxaq. Birinci testimizə baxırıq. Many people gathered near the accident to see what was. Bir çox insanlar qəzanın ətrafına toplaşmışlar ki, neynəsinlər, nə baş verdiyini görsünlər. What was going on? C variantı. As the teacher said, we should blah blah the presentation after the break. Deməli, biz fasilədən sonra təqdimatı gərək neyiniyək, davam etdirək. To go on ola bilərmi? Bəli. O müəllim dedi ki, biz fasilədən sonra təqdimatı davam etdirməliyik. Burada olacaq should go on A variantı. Növbəti ifadəmizə baxırıq, testimizə baxırıq. The firefighters worked hard to put out the fire. Deməli, yanğı söndürənlər yanğını söndürdülər.
səyi söndürmək üçün səylə çalışdılar. Put out B variantı. Növbəti ifadəmizin testinə baxırıq. Before leaving the room, please blah blah the light. Otaqdan çıxmazdan öncə işığı söndür. İşığı söndür deyirsə, yenə də bunu put out-la deyəcəyik. Nəyinsə funksiyasını dayandırmaq mənasında və yaxud da turn off, switch off deyə bilərsiniz. Növbəti testimizə baxırıq. The lights went off and everyone became quiet. Deməli, qəflətən işıqlar söndü və hər kəs sakit oldu. All of a sudden deyə bilərik buna və ya all at once. B variantı doğru cavabımızdır. Növbəti the quiet blah blah the most famous building in the city. Deməli, bələdçi şəhərdəki ən məşhur binaları göstərdi. Pointed out. Və növbəti idiomumuza baxırıq. Hurry up. Our time blah blah and the exam will finish soon. Deməli, tələs, bizim vaxtımız bitdi və imtahan tezliklə bitəcək. Bizim vaxtımız bitir. Our time is up deyərik. C variantı doğru cavabımızdır. Hələlik bu qədər müəllimlər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Gələn görüşlərə dək.